Salam dostlar, xoş gördük sizləri. TikTok'da jeton almağı mən sizə izah edəcəm. Deməli, linki paylaşacağım açıqlama bölümündə, bir də rəy bölümündə. Siz linkə daxil olanda belə bir ekran açılacaq. Burada baxın, mənə WhatsApp'da da yaza bilərsiniz. Və yaxud da ki, istəsəniz proqramı qeyddən keçirə bilərsiniz. Burada şəkillər paylaşmışam. Yəni tam orijinallığına görə tam orijinaldır 100%. Yəni TikTok'la rahat giriş edə bilirsiniz. Gördüyünüz kimi TikTok'un hızlı giriş vardı. Bu da ki, digər şəkillərdir. Özünüz orada baxıb görəcəksiniz. Məsələn, gəlin siz yoxlayın TikTok'un qeydiyyatdan keçməyə. Üzərinə vurursunuz. İndi daxil olur saytımıza. Tam orijinalda TikTok'un öz səhifəsidir. Baxın, belə bir yer açıldı. Burada ki, mənim profil adım gəlir. Siz burada kazanmaq üçün giriş yap yeri var. Onun üzərindən vurursunuz. Bu mənim TikTok hesabımdır, Viral Zehin. Baxın, görürsünüz, burada yazılır ki, TikTok ilə hızlı giriş. Onun üzərinə toxunursunuz. Və biraz gözlərsiniz. Yəni mən özüm buradan istifadə edirəm. Heç bir təhlükəsi yoxdur. Rahat şəkildə istifadə edə bilərsiniz. WhatsApp'da da mənə yaza bilərsiniz. WhatsApp nömrəm 070 873 64 04. Rahat mənə yazın. Nömrəm də orada olacaq. Baxın, indi daxil olacağam. Gəldi. Burada giriş yapa vurursunuz. Burada biraz gözləyirsiniz, açılsın. Gördüğünüz kimi belə bir ekran açılır. Burada ki, mənim adım gələ bilər, Viral Zehin. Orada üzərinə vurursunuz. Yəni razıyam, çünki endirimə görə də 25% endirim verəcək sizə. Baxın, burada ki, daxil olub jetonlarınızın sayını yazırsınız. Və məsələn, tutaq ki, 1000 jeton almaq istəyirsiniz. Baxın, 1000 yazırsınız bura. 10.40 dollar deyə. Bu harca eləyir 17,66 qəpik, 17,67 qəpik. Dollar kartı ilə alanda superdir. ABB dollar kartı və ya digər dollar kartı ilə alanda 1 qəpik belə faiz tutulmur. Ən çox ABB əladır. Mən ondan istifadə edirəm. Yəni proqramda asa bilərsiniz o dollar kartını, pulsuzdur. Burada bir də ki, burada istədiyiniz qədər yaza bilərsiniz. Və yaxud da burada dollar da yaza bilərsiniz. Bax, girdiniz ödəmə tutarı. Məsələn, tutaq ki, 10 dollarlıq yazırsınız, 5 dollar yazırsınız, nə bilim 12 dollar yazırsınız. Fərqi yoxdur. Neçə dollar istəsəz yazıb jeton ala bilirsiniz. 12 dollara 1153 jeton verir. Rahat da həmin dəqiqədə köçür yəni hesabınıza. Bu təhlükəsizlikdir. Yəni tam güvənlidir, 100% narahat olmayın ondan. Rahat istifadə edirsiniz. Nə ya sözünüz, sualınız olsa WhatsApp'da mənə yaza bilərsiniz və yaxud da ki, TikTok'da yazın mənə. Yəni heç bir təhlükəsi yoxdur. Narahat olmayın qəti. Nömrəm də orada olacaq. WhatsApp nömrəm gördüyünüz kimi bu linkə girəndə WhatsApp nömrəm var orada. Proqramı mənə yaza biləcəksiniz orada. Baxın, burada kart yerləşdirmə yeri var. Kart digər yönəltmələr var. Ora daxil olursunuz, kartınızı orada yerləşdirirsiniz. Amma yenə deyirəm, məsləhətim budur. İstəyir Trendyol olsun, istəyir Temu olsun. Heç vaxt içində pul olan kart yerləşdirməyin. Həmçinin burada debet bir kart yerləşdirin. Məsələn, tutaq ki, 1000 jeton almaq istəyirsən, at ora 18 manat pulvu, nə 17 manat 70 qəpik pulvu, o istifadə elə getsin. Mən özüm şəxsən elə edirəm. İçində pul olan kartımı heç bir yerə yerləşdirmirəm. Trendyolun belə özü olsun yerləşdirmirəm. Burada yenə vurdunuz, kartınızı yerləşdirdiniz, aldınız. Şimdi ödəyə vuran kimi həmin ona köçür hesabınıza, gözləmirsiniz. Yəni jeton alanlar, məsələn jeton satanlar var ki, bəziləri 1000 jeton 22 manata, 19 manata, 20 manata. Ondan sonra özünüz tam orijinal şəkildə alın. Yəni superdir. Həqiqətən söz olmaz, əladır. Mən yəni özüm burada alıram. Mən özüm 3 dəfə daha 1000 jeton almışam ki, özəl hədiyyələr açılsın ki, mənim dəvət etdiyim insanlar keçəndə qeydiyyatda onlara özəl hədiyyələr verir. Siz də məsələn jeton aldınız 3 dəfə daldan 1000, oradan isə bir jeton hədiyyəsi var. Özünüz görəcəksiniz. Onu hədiyyə kim verməlidir sizə. Düz hələ heç kim almayıb onu, indi alsa dəqiq də bilsəm mən yəni paylaşım edəcəm haqqında. Yəni girin rahat jetonlarınızı alın, rahat istifadə eləyin. Kimsə yenə deyirəm, yenə sözü, sualı olsa çəkinməsin, yaza bilər WhatsApp'da da mənə, TikTok'da da yaza bilər, burada da yazın, YouTube'da da yazın, yəni yorum hissəsinə çalışdığım qədər cavab verəcəm. Sağ olun, kimlə sözü olsa yaza bilər WhatsApp'da mənə.